Zəng gəldi bizə saat 2 radələrində günorta. Gəldi bura gördü ki, maskenin içində, meyidi maskenin içindədir. Apardı Skorla xəstəxanaya. Uzun fasilədən sonra yenidən dənizə çıxan təcrübəli balıqçı Habil Məmmədovun bu səfəri faciə ilə nəticələnib. Neftçala rayonunda balıq tutmaq üçün dənizə çıxan 64 yaşlı kişi Xəzər dənizində boğulub. Hadisə rayonun Mayak kəndi ərazisində baş verib. Neftçala şəhər sakini 1962-ci il təvəllüdlü Habil Məmmədov uzun illərlə balıqçılıqla məşğul olub. O iki qonşusu ilə birlikdə sahilə gəlsə də balıq tutmaq üçün onlardan xeyli aralı sahilin daha təhlükəli hissəsini seçib. Ləpə vurub, yıxılıb, kamizon dolub suyla, ayağı ilişib torun ipinə, batıb boğulub. Uşaqlar görüb ki, yoxdur. Yoxdur, baxıblar, gediblər görüblər ki, ilişib tora. Bunlar açınca, çıxardınca tələf olubdur. Allah rəhmət eləsin. Birdən dənizdə hava qəfil dəyişib, güclü dalğa kombizonu su ilə doldurub və Habil Məmmədov suya yıxılıb. Bədbəxtlikdən dənizə özünün atdığı tor, ayaq və boyun nahiyəsinə dolaşaraq xilas olmasına imkan verməyib. Hadisə yerindən təxminən 800 metr aralıda olan qonşular əraziyə çatanda Habil Məmmədovun artıq həyatını itirdiyini görüblər. Onun meyiti dənizdən çıxarılaraq ailəsinə təhvil verilib. Mərhumun yaxınları hadisə ilə bağlı hər hansı şikayət verməyib. Qeyd edək ki, Habil Məmmədov 2 övlad atası olub. Faktla bağlı hüquq mühafizə orqanlarında araşdırmalar davam edir. Səmil Şahlaroğlu, Həcər Həsənova bugün informasiya proqramı üçün.